Qızlar, necəsiz? İndi səhər yeməyini hazırlayıram. Görüm yeyəcək. Avokado ilə yumurtanın sarısı. Bilmirəm ki, yumurtanın ağını vermək olar ya yox. Ona görə onu ayırıb qoymuşam bir qırağa. Əgər körpələrinə yumurtanın ağını verən varsa mütləq yazsın. Bəlkə banan da vurdum, ona çox su düşdü. Amma hələ bunu belə verməyəcəm. Ondan süzgəcdən də keçirdəcəm. Ondan sonra tidir qalır, sonra xoşlanmır öyle. Bu paltarları sizə tezdən göstərmək istəyirəm. Çünki izləyicim bir iradını bildirmişdi ki, bacı sən ceviz orada nəsə göstərdin, heç yaxşı göstərməmişdin. Niyə onu göstərdim? Bir dənə də göstərim. Bu köynəkdir. Paltarın baxın belə, beli belə yığılıb. Bu hissədən də bir dənə tikişi var. Ay! Getirdim burasından, bunu orada qapıdan düşürdü. Neysə. Bunu düzəldim. Belə bir şeydir. Baxın, bu hissələrdə tikişləri var. Bu hissədə, bir də bu hissədə. Qabaq hissəsini söndürüm. Bel hissələrində biraz tutulub. Alt hissəsi də baxın. Baxın, belə bir şeydir. Belə crop kimidir, qısa qolludur. Yəni, bunu belə geymək olar. Üstündən, baxın, bildizi nətər belə atılıb da. Bunu belə də geymək olar. Altından vadalaska da geymək olar. Şalvarlıq da ki, niyə göstərmədim? Çünki şalvarda sadə bir şalvarda. Elə bunun rəngində bir şalvarda. Baxın, belə. Belə bir şalvarda. Ona görə sadə bir şalvarda. Bu birincisi. Gələk ikinci modelə. Bu da belə pencəkli, bir də şalvarlıdır. Yəni, altından köynək yoxdur. Pencəyi də belə sadə bir modeldir. Yəni, üstündə bir bəzəyi falan yoxdur da. İki dənə ipi buradadır, bir dənə ipi burada. Belə. Uclarında bir dənə belə detay var. Şalvar da bu cürlə sadə. Qollar da ki, belə açılan modeldir. Baxın, qollar da belədir. Bunun altından, məsəl üçün, qısa qol köynək, vadalaska geyinib, yəni çıxmaq olar, belə deyək. İkincisi belə. Bu da üçüncü. Bunları ütləməmişəm deyə, onca yaxşı görsəmir. Baxın, üçüncünün biraz uzunluğu çoxdur. Bir tərəfi hissəsi qısadır, bir hissəsi uzundur. Yenə boyun detalında belə bir dənə qabaq tərəfdən də bu dekoru var, belə deyək. Bel tərəfində də ki, düyməlidir. Baxın, bel tərəfi də belədir, qısa, düyməli. Şalvarını da bunun göstərməyə bilməm ehtiyacım var ya yox. Baxın, şalvar da belə, yəni sadə şalvardır da. İndi bunu açıb yəni göstərməyə bir mənası yoxdur. Eyni şalvardan da, amma qısadır. Belə materialları yaxşıdır. Tikiş olsun, material olsun, hər şey yaxşıdır. Bu qədər. Əslində bunlarla bir yerdə özüm üçün bir şalvar, bir də qısa qol köynəyi də vurmuşdum. Prosta ki, onlar bulaşırlar deyə göstərə bilməyəcəm. Herkese salam qızlar, kanalıma və yeni vloguma xoş gəldiniz. Əslində bugün vlog çəkmək istəmirdim. Çünki mən vlog çəkəndə 200 günü birləşdirib çəkirəm. Amma bugün bir vlogu xanıma görə çəkdim. Çünki dünənki vlogda paltarları göstərəndə xanım deyir ki, yaxşı görmədik paltarları, yaxşı göstərmədiniz. Ona görə bu vlogu xanıma görə çəkdim ki, paltarları qəşəng göstərdim ki, görsün. Kodlarını yazdım. Bir dənə paltar stokda bitmişdi deyə onun kodunu yaza bilmədim. Amma o geri qalan 2 dənə paltarın da kodunu yazdım. Elə xoşum gəlir sizlər, yəni belə öz fikirlərinizi mənə yazanda, mənə bildirəndə. Mən çünki o vloqa, o hissəsinə yaxşı baxmamışdım. Elə
yaxınlaşdırdım. Ondan sonra tam baxmadım, amma o xanımın yorumu mənim çox xoşuma gəldi. Dedi ki, bəs yaxşı görmədik də paltarları. Bəlkə bir başqaları baxıb keçmişdi, amma o xanım mənə bilgiləndirdi, sağ olsun. Ona görə paltarları tezdən çəkdim, kodlarını yazdım. Əgər siz də məndə hansı vloqları daha çox görmək istəyirsiniz, nələr səhv edirəm, nələr düz edirəm, mütləq yorumlarda yazın. Yəni o hissələri düzəldik, belə deyək. Ona görə bu vloqu məhz demək olar ki, o xanıma görə çəkdim. Hələ bir gündə nələr varsa çəkdim, paylaşdım sizlər üçün. Bəlkə də az ola bilər. Amma dedim, eybi yox, əsas paltarları göstərim sizə. Paltarların kodunu yazsam. Elə bir gündə nələr elədim. Uşağın yeməyini hazırladım burada. Yavaş-yavaş əlavə qidaya keçmişik deyə. Ona görə səhər günorta yemək veririk ona. Ona görə səhər yeməyini də hazırladım. Günorta yeməyində brokoli, kök, kartof daha doğrusu. Brokoli ilə kartof hazırladım. Verdim ona. Kızı var. Gelmiştim qaynanam dilə. Getdim uşağı yatızdırdım, gəldim. Gördüm. Baldızım pireçka pişirib bizi üçün. Bir de yarpaq yığmağa. Verdim yarpaqları qəşəng yudum, islatdım, qoydum. Ət dözüm üçün düzəltdim. Dözü biraz çox düzəltdim. Ki nə var hamısını daha büküm. Qalanını pişirim. Ondan sonrasında atım buzxanaya. Əgər ətimdə qalsa biraz qatlet edib qoyaram buzxanaya. Atım lazım oldu, getirib pişirərəm. Büküm bunları. Prosta bu yerlər biraz sizlər üçün maraqsız olar deyə daha çəkmirəm. Bir də axırında çəkərəm. Dolmanı koydum pişmeye. Kalanlarını da büktüm, attım elə xaltayım ki biraz kalmıştı. Kaplarım biraz kalıp orada. Yani benim kapları yiyeceğim, stolun üstüne sileceğim. Bir tane de çay demleyeyim. Çayını kaynadı. Bunu boşaldım, koyun. Demlensin. Kızlar size havanın güzelliğini gösterenden sonra gittim toyuqları bağlamağa. Ağaçlar düş biraz güyəriblər. Prosta ki elə balacadılar diye üstünde meyveler yoktu. Bu tarafta da var bir tanesi. Kızlar bugünlük bu kadar, dolmalarım pişti. Göz hakkınızı helal eləyin, koydum. Mən yemeğimi yiyeyim və gedim vlogu montaj eləməyə. Hələlik kanalıma abunə olmağı, mənə dəstək olmağı, videolarımı bəyənməyi unutmayın.